Herkese salam dostlar. Deməli qızlar, bugün gedirik. Hara sahildə yarmarka açılıbdı, belə bahar yarmarkasıdır, güllü çiçəkli yarmarkada gedirik ora, Saadətdə gedirik ora. Güllü çiçəkli hava, bugün nəsə güllü çiçəkli hava deyil, amma eyb yox olsun. Əsas biz gedirik, əsas biz geymişik. Gedirik indi ora, gedək universitetlərdə maraqlı nə var. Əslində qızlar, mən digər yarmarkaya getmişəm. Targovdakı yarmarkaya getmişəm, vlogumu da çəkmişəm, sacayla vurmamışam. İndi inşallah bugünkü bu gül çiçək söhbətini həll edək. Dalınca da sabah onu vuraram. Getdik görək nələr vurur. Məli qızlar, gəldik, çıxdıq biz sahilə. Saadətgil hələ ki çatmayıbdı. Biz onlardan qabaq çatdıq. Onlar gələnə qədər girmişik Park Bulvara. Burada Pərvin Bakıdan o gün endirimləri var. Çox qəşəng qızlar, nə bilirəm ki, məni izləyənlər qızlardı deyə belə rahat danışım. Qəşəng iç geyimləri endirimdə idi. Çox qəşəng idi. Qəşəngdə endirimə düşmüşdü, bir dənə baxaq. Aldıq. Pərvin o qədər çox bəyəndi ki, dedi gedim endirimdəykən yenə götürüm. Amma bu park biz götürmüşdük onu Targovdan. O Park Bulvarda bilmirəm də yazılıb aşağı mərtəbədədir. Qoy gedib baxaram onda orada. Qeyd edir ki, aşağı mərtəbədədir. Olmasa Dəniz Mola gedərik Pərvin. Dəniz Mol, Crescent Mol, Dəniz Mol, bunlardan birinə gedərik. Yox, bu da uşaq üçündür, hamısı belə baxıram. Heç bir şimdi Saadətgil gələnə qədər biz bunlara baxaq. Ondan sonra gəlsin. Baxın, hətta uşaq iç geyimlərinə belə qəşəng endirim var qızlar. Bu set neçədir? 7.80-dir. Neçə ədəddir içərisində? Hə qızlar, deməli üçlü iç geyimi 7 manat 80 qəpik. Vaykikinin iç geyimləri heç bir halda, yəni xarab olsun, köhnəlsin, yəni bu kimi hallar baş vermir. Çox qəşəng olur. Elə. Kərim üçün bunlardı da. Şeyə qurban. Hiçbir şey. Kərimizin maşınalar falan təkərli. Takarlı maşın. Elə bir maşın təkərsiz olur. Mənim takarlı maşın varsa. Deməli qızlar tapmadıq orada. Yəqin ki Dəniz Mola ya da Crescent Mola gedərik. Gedək biraz Minnesota'ya baxaq. Görək Minnesota'da nə var, nə bilmirəm. Çünki qızlar od bahasınadır. Ham Azərbaycanda bu qiymətdə çox yerdə elə deyil. Maskalara baxın. Ay nə qəşəngdir bunlar Pərvin. Bunlar nədir? Ağız şüşə spreydir bunlar. 9 manata lip balmlar, spreylər. Baxın balaca lip balmlar qızlar 15 manata. Vallahi dəyərimizi bilin. Su qiymətinə satırıq onları. Burada baxın adi zakulkalar 8 manat, 6 manat bir su qiymətinə satırıq bunları. Salfetkalar baxın. Panik formasında çok qəşəngdir. Rengarenk. Burada Pinterest güzgüləri var. Güzgülərin qiyməti hardasa. O dərəcədə deyil. Burada çaşkalar var qızlar. Baxın bu şəkildə. Qabaq çaşkalar daha maraqlı oldu. Bu qəşəng çaşkadır. Gəl gedək çəkim onları da. Bu qiyməti istəyir 7 manata hardasa. Yeni 7 manata içi yoxdur. İçində içi yoxdur. Rəngi sadəcə gözəldir. Bu orqanizerləri mən çox sevirəm. Şimdi başqa nə? Qızlar baxın, daraqlar çox baha qiymətə qoyublar. Biz amma çox uyğun satırdıq da. Hətta bu daraqlardan aşağıdakı baba bunlardan. Baba bundan bizdə. Burada qızlar bunlar bizdə 7-8 manatadır. Bu isə 13 manat. 13 manatadır da. 13 yox, 15 manat. 15 manata. Burada belə fırçalar var. Nə səyahət setləri, yəni qızlar çox şirindilər, çox qəşəngdilər. Sevirəm belə səyahət setlərini. Ya sadədir. Hə, bunlar bilirsiniz qızlar, məsələ üçün gedirik tutaq ki harasa. Şampundur, nəmləndirici kremimizdir. Biz getmişdik bağlı. Hə, yəni onu bütün qapağında aparmışsınız da, götürsünüz, elə aparırsınız. Burada yoxu bantları var. Kromla çox şirin görünür. Mini də çox şirin görünür.
var, bir de çok şirin görünüyor. Gözler Burada böyle organizerler var. Bunlara baxın qızlar. Yayda bunlardan özüm alacağım. Bunun Hə, mən belə bir deyim. bax, bir geçək. Bunun adi sadə qarasını almışdım mən. Bütün yay geyindim. Yəni cırılmaq nədir bilmir, amma bunlar baha olurdu qızlar. Burada da qiyməti məncə normaldır. 35 manata yox. Üzərindən aksesuarlarına görə, yəni bunların normalda qiyməti baha olur. Keyfiyyətlisinə söhbət gedir. Daha bu sədrəydə falan satılanlardan söhbət getmir. Keyfiyyətlisi baha olur ki, adi bir ağac batanda ayağınıza dəlib deşməsində, yəni normal keyfiyyətdə. Bax bronzu da mütləq istəyirəm özümə, bir də qara rəngi mütləq istəyirəm özümə. Hə. Mütləq. Bax qara rəng yəqin ki, qəlbə alaram bu Hello Kitty-ni. Rozovdu bu melodini çox bəyəndim. Gələn səfər bunu alaq. İnşallah. Bir gün alışveriş qızlarla paylaşarıq. Olsa qızlarla hələ çox alışveriş videoları paylaşacağıq inşallah. Qızlar burada belə kaşloklar var. Mən bir kaşlok xəstəsiyəm, bilmirəm, bilirsiniz Bir ya də yox. kaşlok var burada. Sənin dişdə mənim dağılmaz. O hələ də durur məndə. Məndə kaşlok takıntısı var qızlar. İstifadə eləməsəm də bəyəndiyim kaşlokları alıram, yığıram. Ona görə satışa da, bizə də satışa kargoda maraqlı kaşloklar gələcək qızlar. İnşallah izləmədə olun. O kosmetik çantadan bizim də var. Bizə daha az. Burada maraqlı belə paketlər var satışda. Buradakı paketləri bəyənirdim deyəm şu an. Blokların qiymətini sanki abardıqlar ha. Bayağı Bu belə yerlər əməklərdə satılır. Xırda şeylərdən daha çox. Bizi bilməm bir dənə bunları göstərim sizə. Paçka belə əl kremləri Şurada gözləri yetdi. Amma bizdə 5-4-5'də. bu nədir bəs? 7 settoda nəsə, bu da 20. Bu şöyle bağlamda şey. Burada nələr var? Legolar. Valla bir də bundan bizdən var. Ha, bundan almışdıq. Ama güzel kokusunun hiçbir farkı yoktu bunların. Yox. Sən paket üçün səndən nə qədər pul aldılar həyatın? 1 manata yaxın pul aldılar və paketi də göstər. Bir 2 manata dənə yaxın. məhsul götürdük, orada 2 ədəd məhsul götürdük. Yəni 2 ədəd balaca məhsula da 10 Sizə manata paketlər gəldi bu. ödənişsiz şəkildə biz vallahi deyirəm ən bahalı paketləri qoyuruq müştərilərimizə. Buradan məhsul alırsan, deyir götür məhsulu əlində çıx get. Paket yoxdur, pulun yoxsa paket yox. Əlinə get xırda taplayaq. Bəli, hətta pul da xırdalanırlar, nə isə. Belə şəbəkələrə mən belə olanda əsəbləşirəm. Ve inan o krem göstərdiniz sizə Barbie. Vallahi billahi bak sultanını da göstərdilər. Hiçbir kokusu yok. Hiçbir kokusu yok ama kıymetini gördüğünüzde yani 3 liraya kadar. Ama biz sattığımız bütün el kremler parfüm var. Özüne məxsus parfümler yani. Bəli, həqiqətən elədir. Nəysə, Saadət bizi gözləyir qızlar. Biz qaça-qaça gedirik. Adidas'ta da Ay Melis, geldi çattı. Geldi çatdı kızlar. Bakın yarmarka bu yarmarkadır. Ben de içmeye düşündüm. Falan değil. Yine kurban olsun. Babası kurban olsun. Sağ ol hayatım, sen de hoş geldin. Sen gidelim ne var bu yarmarkada. Değil, bak, yürü bak. Sonra güzel bir tarafa. Tamam, çok gitti. Gitti. He Melis, gidelim kızım. Gidelim, haydi gidelim. Salamladım Melis. Hastayı sonra bunu buldum. Burada geçen bazı. Hatta diyoruz. yapacak numaralar. Geldi kızlar, burada Saadet nadal sevirdi ya. Nadal sipariş verdi.
Mən nadılı yeyə bilmirəm, bilməm, nə səbəb nadılı yeyə bilmirəm. Bu da sadəcə sifariş verdi, gözlük sifariş hazır olsun. Daha sonra gedib digər istəklərə baxar görək nə var, nə yox. Ələsin nadılı hazırdır qızlar. Nadılı, mən nadılı yeyə bilmirəm, dadına baxaram. Nadılı hazırdır, Saadet nadılı çox sevir qızlar. Bugün bəlkə bunu bəyənəcəm, bəlkə sən şərik duracam aşkım. Fərqli dadları var. Seçimin içərisindən alırıq. Hər gün daha çox sizlərlə sınayacaq. Nə alırsan Pərvin? Qarpız yoxsa çeyrək qaldım onda. Mango sırrına istəyəm, mango bir şey olacaq. Kan alma, alma. Nadir etmə. Yo, alma, nadir etmə. Hep almadım. Hə. Altı bezi ayrı Allah sokuyor. Onda qarpız götür məncə. Şunu aldık mı? Beyler ki elde Hətta qablaşmalarını bəyəndim, soruşdum, deyiləm özümüzə məxsusdur qablaşma. Ama ben çok sevmi diyeceğim. Beğensen beğendim, beğenmedim, beğenmedim. Çok sağ olun. Çok tatlı. Alıp ederim. Hadi geçək buyur. Deməli qızlar, bunu bir partiya fərq elədim. Ekrana çəkilir, əslində ona çəkilir. Sağ ol da nere? Ben de düşen yok. Ben alırım. Geçen düşen. Geldim yapılardım ya. Bacı qurban necədir? Allah. Dondurma. Yeniden. Hələ biraz soyuq eləyəsiniz vapşı. Sadəcə baxdı da, necə də şükür. Bu əjdaha meyvə olan yerində mənə də ver. Bir dənə tam səmimi. Bismillah. Bir də qızlar, pulumu çox getməsin deyə belə 2-3 rəfiqə gəlib valla. Doyumluq yox, dadımlıq alım. Çünki hər birindən anda qalır. Yəni yən olmur. Necə deməsinə? Superdir, əladır. Onun birini də qızlar Məryəmə aldım. Biri də buradadır, Məryəmə almışam. Yəni süperdir. Hələ bir birini almadın mı? O şeyi qurtarmaq olmur, adamı vurur şirin şeydir. Meliskamı da burada yatızdırdım. Melisa gəlib o fish and chips stentlə sifariş elədi. Elə bunda dadına baxacaq görək nədir. Bunu yeməmişim aşkım ama. İndi yox yeməmişim, indi sınayacağım görək necə. Targovdansa belə buraya daha yaxşıdır. Balıq qiymətinə görə bəli yaxşı. Hazırdır qızlar, götürdük. Bunun tadını beğendim. Yokları beğendim. Tavukunu da beğendim. Beğenəcək qız, beğenəcək. Bu ne oldu Leyla? Bu fish chips. Fish. Balıq cipsisi. Bu da soslardı güzel. Sos kokla ve Leyla'nın üstüne limon da sıktım. Leyla'nın damak zövkü çok çok. Yani tatlı şeyler sever bilediğim de. O tatlı da 100% dadıdır. Hakkını verir. 100%. Əla. Bir de saadet sırayı. Ben dadım çok beğendim. Ben çok beğendim. Bu soslardan dolar elim turşamaya. Çok tadıdır. Çok geçeydi bacım. Farklı bir şey tatmak istiyorsan. Yani bir de alırım. Ben bir de alırım yani. He. Lezzetli konuşmasına. Ha. Ne şeydi bu? 8 manat. Beğendin aşkım. Süperdi. Çok geçeydi. Girişten de giren çok Ha, çok tatlıdır. Bacı, ne dedi? Ne dedi? Deyirki profesyonallaşmayıb da. Mən nə satacağım bizə 2 dəqiqə. Yalan deyir. Mən düzün deyirəm, dən düzün danışdım, eşitdiyimi deyəcək. Dedim ki Leyla hələ professionallaşmır, çəkənmir. Deyirəm Leyla telefonu çək. Kim öyrədib məni? Gəl. Deyirəm. Deməli öyrədən yaxşı öyrətməyib. Deyirəm Leyla telefonu tut. Deyirəm Leyla telefonu tut, bak çək. YouTube'unu çək. Görün mü? Leyla. Bura nə gözəl düşür. Bacı. Qızıl əlli güzeldi, təşəkkür edirəm. Hamısında bütün izləyicilərimiz. Hə, addım başı Saadəti dayandırdılar, şəkil çəkdirdilər. Özdə hamısı böyük, yəni xanımlar. Həqiqətən də yəni çox təşəkkür edirəm sizlər. Melisimiz də arada şər götürdü. Qazandığımı bilmirdik, inansız. Əli qızlar, gəldik bura, Nigarı gözləyirik. Nigar indi gələcək. Saadət ilə birazdan mən sağollaşacağım. Nigar'a təhvil verib Saadətə sağollaşıram. Heç nə gedirəm evə. Bilirsiniz ki, mamam bizdədir. Anamla da gedəcək yerlərim var. Gedəcəm ora. İnşallah Saadətə dedim ki, Saadət bir dəfə də bura qəşəng elbisə geyinək gələk. Amma həqiqətən çox maraqlı. Çox maraqlı bir gün. Uşağı paxlava başına düşər. Çox maraqlı bir gün oldu həqiqətən də. Çox əyləndim. Gəldik qızlar, vlogumuzun sonuna. Burada sizlə sağollaşıram. Saadət qaldı orada Nigarla. Mən evə gəldim. Mama ilə çünki getməliyəm. Mama da burada bir neçə günlük qonaqdır. Bir də orada qızlar videoların hamısında, daha doğrusu o yarmarka olan hissələrdə sürəti biraz tez eləmişəm. Belə olanda izləyicilər deyir ki, o niyə üst səsi ilə saxlamırsınız? Elə heç nə başa düşmək olmur. Elə eləməyəndə qızlar arxa fonda olan musiqi YouTube tərəfindən yəni ihlala gedir, video silinir. Ona görə məcburiyyət şəklində
elə videonu tezləşdirdim. İnşallah vlog xoşunuza gəlib qızlar. İndi mama ilə gedirəm. Maraqlı nəsə olsun inşallah çəkib növbəti vloglarımda onu da paylaşacağım. Öpürəm sizi. Yaxşı ki varsınız. Hələ.